Salam uşaqlar, bu videoda 18-ci səhifəni işləməyə başlayacaq. Vaxt itirmədən keçək 32-ci suala. 32-ci sualda deyilir, qızıl məmulatlarının əyarı onların tərkibində saf qızılın faizini göstərir və karat ilə ölçülür. Saf qızıl 24 karat olaraq adlandırılır. Bu qızılın 100% olduğunu göstərir. 12 karat əyarlı qızıl məmulatlarının 50%, saf qızıl 50% isə digər metalların qarşılığını təşkil olunur. Yəni bu o deməkdir ki, 24 karat 100%dir. Deməli 12 karat 50%dir. Belə çıxır 6 karat 25% olacaq və s. 18 karat əyarlı 20 qram qızıl zinət əşyasının tərkibində neçə qram saf qızıl olduğunu hesablayın. Əvvəlcə baxaq görək 18 karat özü neçə faizdir. Burada deyildi ki 24 karat 100%dir. O halda 18 karat neçə faiz olar? 18 karatda x də bərabərdir. 18 bölü 100 böl 24 75% olacaq. Yəni 18 karat 75. Belə də hesablaya bilərdi. 24-də 18 4-də 3, yəni 75% deməkdir. İndi burada deyir ki 20 qram qızılın tərkibində nə qədər saf 20 qram qızıl zinət əşyasının tərkibində nə qədər saf qızıl olar? Deməli 20 qram biz burada 75% belə eləyə bilərik. 100 qramda 75 qram varsa, 20 qramda nə qədər olar? X. X də bərabərdir. 20 vur 75 bölünsün 100-ə. Bu da eləyəcək 1500 bölü 100, 15 qram. Belə də hesablaya bilərik və yaxud da elə birbaşa görürük ki, 20 qram qızıldır, onun 75% qızıldır. 20-nin 75%-ni taparam, yəni 75-ə vurub 100-ə bölərəm. Bu zaman eləyəcək elə 15 qram. Hər iki üsulla da tapmaq mümkündür. Burada cavab eləyəcək 15. Keçək növbəti suala. Daha doğrusu yeni mövzuda artıq kimyəvi tənliklər üzrə hesablamalar mövzusu. Bu mövzuya keçid almadan öncə bu qızıl qaydanı yadda saxlamalıyıq ki, kimyəvi tənlik üzrə hesablama apararkən ən vacib qayda əvvəlcə tənliyi əmsallaşdırmaqdır. Əmsallaşmamış heç vaxt hesablama aparmayın, çünki yanlış nəticə çıxacaq. Başlayaq birinci sualdan. Alüminiumla oksigen reaksiya girir. Bu tənlikdə oksigen əmsalını müəyyən etmək tələb olunur. Baxıb görürük ki, deməli, burada 3 oksigen var. Deməli, mən bura 3 əmsalını atmalıyım. Ki, deməli, burada olsun, reaksiyanı yazaq belə. Buranı qaralamayaq. Deməli, alüminium üzərinə gəlsin oksigen. Alüminium 2O3. Görürəm ki, sağda 3 oksigen, solda 2 oksigen var. Ona görə də 3 əmsalını atıram bura, 2 əmsalını da bura. 6 oksigen, 6 oksigenə bərabər işdir. Burada da 2-2-nin 4 alüminium, deməli 4 alüminium da bura yazacağım. Yəni, verdiyim əmsalı vuracağım indeksinə və neçə oksigen, neçə alüminium olduğunu tapacağım. Bir-birinə bərabərləşəndə deməli əmsallaşmanı düz aparmışam. Burada da oksigenin əmsalı, yəni bu qazın əmsalı tələb olunur. Həmin əmsal da 3-ə bərabərdir. Keçək növbəti sual, yəni ikinci suala. Artıq xlor turşusu ilə reaksiyası yazıb. Deyir ki, alüminium H-xlorla reaksiya girəndə alüminium xloru 3 və hidrogen qazı alınır və bu tənlikdə deyir H-xlorun, yəni bax bunun əmsalını tapar. Əvvəlcə ümumi əmsallaşdıraq. Görürük ki, sağ tərəfdə 2 hidrogen var. Deməli, sol tərəfdə də 2 hidrogen olmalıdır. Digər yandan sağ tərəfdə 3 xlor varsa, deməli, burada da 3 olmalıdır. Onda 3-2-nin 6 yazaram bura. 6 hidrogenə görə burada da 3 yazaram ki, 3-2-nin 6 hidrogen olsun. 6 xlor, burada 2 qoyaram ki, 2-3-ün 6 xlor olsun. 2 də alüminiuma qoyaram. Əmsallaşmanı bu şəkildə apararıq. Sağ və sol bərabərləşdi. Bizdən də xlorun əmsalını, xlor turşusunun əmsalını soruşduğu üçün mən burada 6-nı götürəcəm. Yəni 6H xlor. Sonra keçək 3-cü suala. 3-cü sualda deyir ki, belə bir reaksiya verir. Bir tənlikdə X və Y-in qiymətlərini müəyyən edin. Yəni, burada da X, Y var. Görür ki, Y həm də bu hissədədir. Deməli, biz yazaq burada tənlik CX, HY. Oranı qaralamamaq üçün mən burada köçürdürəm. Biraz vaxt keçsə də həm də səliqəli olacaq. 8 karbon üstə gəl YH2O. Baxıb görürəm ki, sağ tərəfdə 8 karbon var. Deməli, sol tərəfdə də 8 karbon olmalıdır. Burada da 2 əmsalını yazıb da görə o verilən əmsallar yazmışıq. Bəli. Deməli, 8 karbonu buradakı 2 əmsalına bölərəm 4. Deməli, X-in yerində 4 ədədi olmalıdır. Yəni, bax, bu 4-dür. Oldu C4. Artıq X-i tapdım 4 olduğun ya B çıxacaq, ya D variantı çıxacaq. İndi keçək Y tapmağa. Y-i birbaşa tapanmaram. Çünki hidrogen burada da Y-dir, burada da. Ona görə də mən oksigenin sayəsində taparam. Necə? Baxıb görürəm ki, 13-2-nin 26 dən oksigen solda var. Deməli, sağda da 26 oksigen olmalıdır. Sağ tərəfdə bir hissəsi oksigen buradadır, bir hissə burada. Baxıb görürəm 8-2-nin 16 oksigen karbon qazındadır.
Deməli 26 oksigen olmalıdır axı. 16-sı buna gəlsə neçəsi qalıb? 10-u. Deməli Y-in əmsalı da 10-dur. Bunu silib burada 10 yazaram və Y-i də buradan silərəm, 10 yazaram. Artıq mən tapdım ki, burada B variantıdır. Yenə yoxlamaq üçün baxsaq, 2 4-ün 8 karbon, 8 karbona, 2 10-un 20 hidrogen, 12-nin 20 hidrogenə, 13 2-nin 16 oksigen, 8 2-nin 16, 11-in 10 oldu 26 oksigen, 26 oksigenə. Bu da bərabərləşdi. Sonra keçək 4-cü suala. 4-cü sualda deyir ki, X maddəsini müəyyən edin. Baxıb görürəm ki, burada deməli bunun tərkibində ancaq oksigen var. Deməli burada oksigenden ayrı elementlər bunun içərisində olacaq. Deməli baxıb görürəm ki, burada 4 azot var. Bunun əmsalına bölərəm. Deməli bu nə hansı maddədirsə, bax bu X maddəsi, onun tərkibində M var. Necə tapdım? Burada 4 azotu gətirdim bunun içərisinə. Burada 4 əmsal olduğu üçün 4-ü 4-ə bölündə 1. Deməli M1-dir. 1 yazılmaz, şərti elə belə yazıq, sonunda çevirərik. Sonra baxıb görürəm ki, hidrogen var. 6 2-nin 12 hidrogen var. Hidrogen bunda olmadığı üçün deməli bunun içərisində olmalıdır sol tərəfdə. 12-ni də 4-ə bölərəm 3 M1H3. Oksigeni də hər ehtimal yoxlayaq. 5 2-nin 10 oksigen buradadır. Burada 4 1-in 4, 6 1-in 6. 4 ilə 6-nın cəmliyində 10 oksigen. Deməli bu X-in içərisində oksigen yoxdur. Yəni bu amoniakdır, NH3 qazıdır. Bu da uyğun gələcək D variantına. Keçək növbəti suala. 5-ci suala baxırıq artıq. 5-ci sualda yenə bənzər sualdır. Baxıb görürəm ki, 2 2-nin 4 azot sağdadır. Burada azot olmadığı üçün deməli burada olmalıdır. 4-ü 4-ə bölürəm, deməli M1 qalır burada. Sonra baxıb görürəm ki, 6 12-nin 12 hidrogen. Bunun içərisində 12 hidrogen olmadığı üçün deməli bunun içərisində olacaq. 12-ni də bölürəm 4 əmsalına, qalır 3 hidrogen. Oksigen baxıb görürəm 3 2-nin 6 oksigen soldadır. Burada da 6 1-in 6 oksigen. Deməli bu X-in içərisində oksigen olmaz. NH3, yəni B variantına uyğun gələr. Sonra keçirik 6-cı suala. 6-cı sualda yenə bənzər sualdır. Deyir X maddəsini müəyyən edin. Deməli, burada baxıb görürəm ki, 4 karbon sağda var. Yəni reaksiyanın məhsul tərəfində var. İndi məhsullar və reagentlər demirəm, sağda solda deyirəm, siz özünüz başa düşürsünüz. 4 karbon sağda var. Deməli 4 dənə karbon da X-in içində olacaq. Yazdım C4. Sonra baxıb görürəm ki, 4 2-nin 8 hidrogen sağda var. Burada hidrogen olmadığı üçün deməli X-in içərisindədir. Burada yazıram hidrogen 8. Daha sonra oksigenə baxıram. 6 2-nin 12 hidrogen solda, 4 2-nin 8, 4 1-in 4, 12 oksigen də sağda. Deməli bunun içərisində oksigen olmayacaq. Formula oldu C4H8. B variantını işarələyirəm. Üzrlə səbəbdən video kəsilmişdi. Davam eləyək 7-ci sualdan. Deyir ki, kalsium kükürdlə 5-4 kütlə nisbətində birləşir. 16 qram kükürd neçə qram kalsiumla reaksiyaya daxil olar? Deməli yazırıq kalsium kükürd neçə nisbətində birləşir? 5-in 4-ə nisbətində. İndi deyir ki, 16 qram kükürt bəs nə qədər kalsiumla birləşər? X qram qədər. X bərabərdir 5 vurulsun 16 bölünsün 4. 16-nı 4-ə böləndə, demək 16 5-in 80, onu da 4-ə böləndə 20 qram. Yəni 20 qramla cavab B variantına uyğun gələcək. Daha sonra 8-ci sualda eyni tip sualdır. Deyir yenə kalsium kükürdlə 5-in 4-ə nisbəti uyğun ədədləri altından yazır. 5-in 4-ə nisbətində birləşir. Bunu tənasübə çeviririk də belə desək. Deyir indi 80 qram kalsium neçə qram kükürdlə reaksiyaya daxil olar? 80-i yazıram kalsiumun aşağısına. Nə qədərinə daxil olar? X. X də bərabərdir. 80 vurulsun 4-ə, bölünsün 5-ə. 4 8 32, 5-ə bölündə 64. Yəni doğru cavab C variantına uyğun gələcək. 9-cu suala baxırıq. Ferrium SY üstə 11 oksigen deməli. Və belə bir reaksiya verib X, Y və Z-i müəyyən edin tələb olunur. Bizdən X, Y, Z-i tapmaq. Baxıb görürük ki, əvvəlcə oksigenlərin sayı ilə Z-i tapaq. Çünki burada 3 dənə məhsul verilib. Demək olar ki, bunda da məhsul var, bunda da var. Biz bunların ikisi əsasında tapaq. Baxıb görürəm, sol tərəfdə 11 2-nin 22 oksigen var. Sağ tərəfdə isə bunun tərkibində 8 2-nin 16 oksigen var. 22-dən 16-sı bundadırsa neçəsi qaldı? 6-sı. Deməli 6 dənə oksigen bu tərəfdə olacaq. Görürəm ki, O3-dür. 6-nı 3-ə bölürəm 2. Deməli Z-in yerinə 2 yazmalıyam.
Z olacaq burada 2. Yəni artıq mən bilirəm ki, ya elə birbaşa tapdım da Z 2-dir A variantı. Burada A variantını işarələyək, amma ardınca gedək. 2. İndi x-i tapmaq üçün deməli burada 2-2-nin 4 dəmir var. Deməli sol tərəfdə də 4 1-in 4 olmalıdır. X 1-dir. Y-i də tapmaq üçün burada 8 kükürd varsa, bunu da 4-ə bölərəm. 2, deməli Y-i də 2-dir. Bunu tapa bilərəm. Yer gəlmişəm belə də edə bilərdik. Elə kükürd sayı bəlli olduğundan 4-ə bölərdik. 8-i 4-ə bölərdim. Deməli Y2-dir. Əvvəlcə Y-i tapardım. Bunda ya A olacaqdı, ya D. Sonra isə digərlərin bir-bir yerinə qoyardım. Bu şəkildə, yəni bunlardan biri məlum olduqda, məlum tərəfin əvvəlcə tapırıq, sonra məchul tərəflərin əmsalını tapmağa başlayırıq. Məsələn, bayaqki üsulda 22, 16 çıxdım, 6, 6-nı 3-ə böldüm, 2 əmsalını qoydum ki, 2 3-ün 6 eləyir. Artıq bu 3-ü məlum olduğundan bu tərəfi də rahatlığından tapa bilmək mümkündür. Deməli, burada A variantına uyğun gəlir. Keçək sağ tərəfdəki sütuna, yəni 10-cu suala. 10-cu sual da bənzər tip sualdır. Görürük ki, burada yenə 3 məhsul var. X, Y, Z və X, Y, Z-i müəyyən eləmək tələb olunur. Deməli, elə ən asandır. 15-2-nin 30 oksigen solda var. Deməli, sağda da 30 oksigen olmalıdır da. Burada 2-5-in 10 oksigen bunun içərisində. Neçəsi qaldı? 20-si. 20-ni də buradakı indeksə bölürəm 2. Deməli, Z 10-dur ki, 12-nin 20 olub. Z-i tapdım 10. Ya A-dır, ya C. Sonra isə deməli, kükürdə kükürd yox. Burada baxaq fosfora. 2-2-nin 4 fosfor sağda var. Deməli, solda da 4 fosfor olmalıdır. Burada 2 əmsalına 4-ü 2-yə bölərəm 2. Deməli, x-də 2 qalacaq burada. Deməli, 2-2-nin 4, 2-2-nin 4. Bu da uyğun gəlir A variantına. Deməli, A-nı işarələyirik. Y-i də elə belə baxsaq, biz tapmışdıq burada 10. 10-u da 2-yə böldük 5. Deməli, P2S5 maddəsi imiş burada. Yəni, Y-də 5-dir. Yəni, istənilən bir yerdən başlaya bilərsiniz. Əvvəl fosforu tapa bilərsiniz, X-i tapa bilərsiniz və yaxud da əvvəl Z-i tapa bilərsiniz. Amma lap əvvəldə Y-i tapmaq mümkünsüzdür. Demək olar ki, çünki burada da S-i bilmirəm, burada da S-i bilmirəm. Yəni, əvvəl ya başlamalısınız, Z-i tapmalısınız, ya da ən əvvəl başlayıb burada X-i tapmalısınız. Onun əsasını hesablaya bilərsiniz. Deməli, oksigenlə eləmək daha asandır burada. A variantına uyğun gəldi. 11-ci suala baxaq. 8 qram oksigen və 4 qram H2-nin qarşılıqlı təsirindən neçə qram su alınır? Bu tip sualları iki cür həll eləmək mümkündür. Tənlik üsulu ilə və formul üsulu ilə. Bizdə kimyəvi tənliklər üzrə hesablamalar mövzusudur. Yəni, qanuni yol əslində tənlik tərtib edib eləməkdir. Sadəcə tənlik tərtib eləmək siz hələ təzə başladığı üçün, yəni bu videolar nəzərdə tutulub yeni başlayanlar üçün. İlk başlayanlar reaksiyaları hələ bilmir. Reaksiyalar bilmədiyi üçün çox çətinlik çəkirlər. Ona görə ikinci üsul, formul üsulu mən sizə deyəcəm. Formul üsulu ilə daha rahat, yəni o sizə daha rahat gələcək. Amma hər iki üsulu da deyəcəm. Yəqin ki, ikinci üsul siz üçün daha rahat olacaq. Onu da elə mənimsəyərsiniz, o şəkildə də eləyərsiniz. Əvvəlcə keçək birinci üsula. Bu tip suallarda həmişə reaksiyanı tərtib eləməliyik. Deməli, H2 ilə O2 reaksiya girib. Deyir ki, su alınıb. Suyun da formulası nədir? H2O. Sonra əmsallaşdırarıq. İstənilən bir reaksiya sualında əmsallaşdırma vacib nüansdır. Birinci şərtdir. Baxıb görürəm ki, solda 2 oksigen isə sağda da 2 oksigen olmalıdır. 2 1-in 2 oldu. Burada da 4 hidrogen olduğuna görə 2-ni də bura atıram. Yəni 4 hidrogen, 4 hidrogen, 2 oksigen, 2 oksigenə bərabərləşdi. Bunu ayıraq buradan qarışmasın. Sonra isə deyir ki, 8 qram normalda bilmirik, hələ indi normal yazdı. Deyir ki, 8 qram oksigen, 4 qram hidrogenə qarşılıqlı təsirdə neçə qram su alınır? Bu demək deyil, bunların 4 ilə 8 birləşdi, 12 qram alındı. Bunlar hələ bilmirik, hansı nisbətdə girir. Yəni, bəzən uşaq götürür, eyni vurur, bu yanlışdır, bu sadə toplama sualı deyil. Sualı necə həll edilir? Bir-bir emerləri tapıb üstlərinə yazaq. Hidrogenin kütləsi 1-dir, 1, 2-nin 2, əmsala da vururam 4. Deməli, 4 qram hidrogenlə. Sonra baxıram, oksigen 16 da ayrı. 16 2-nin 32 qram. 32 qram oksigen. Reaksiya girir. Suyun formulası nədir? H2O. Deməli, 1 2-nin 2 üstə 16, 18 qramdır. 18-i də 2 əmsalına vururam, 36 qram. Yəni, 4 qram hidrogende 32 qram oksigen reaksiya girir. 36 qram su alınır. Baxıb görürəm ki, burada 4 qram hidrogen verib. O 4 qram 32 ilə reaksiya girə bilərdi, amma 8 qram oksigen verib. Deməli, lazımından daha az verib də.
Burada 32 qram oksigen yoxdur axı. Burada 8 qram oksigen var. Deməli, mən sağ tərəfə görə hesablayacağım. Çünki çatışmayan tərəf, az olan tərəfə görə hesablayacağım. İndi mən burada belə deyək də tənasübdən eləyə bilərik. 32 qram oksigen 4 qramla reaksiya girsə, bəs 8 qram oksigen nə qədər hidrogenlə reaksiya girər? X. X də bərabərdir. 4 8-in 32 bölü 32 1. Yəni 1 qram hidrogenlə reaksiya girəcək. 3 qramı artıq qalacaq. Bu 4 çox da verilir. Bax 4-ün hamısı reaksiya girmir də. Onun biri reaksiya girir, 3 qramı artıq qalır. Deməli deyir, neçə qram su alınır? Deməli burada da 8/1 9 qram su alınır. 9 qram su alınır. Bunu belə də eləyə bilərik və yaxud da elə birbaşa da eləyə bilərdik. 32 qram bilirəm ki, az olan tərəf budur. Az olan tərəfə görə. Bunu mən niyə görə izah elədim? Biləsiniz ki, yəni burada 4 qramın 4-ü də reaksiya girmir. 3-ü qalır. Yəni bu çox olan tərəfdir. Amma 8 qramın 8-i də reaksiya girir. Az olan tərəfə görə hesablayırıq. Necə hesablaya bilərik? Məsələn, 32 qramdan 36 qram alsa və 8 qramla nə qədər alınır? X. X də bərabərdir. 8 vur 36 böl 32. Bu zaman 9 cavabını tapacağıq. Yəni əsas olan yol oksigenlə H2O arasında tənasüb qurmaqdır. Sadəcə H2 ilə O2 arasında tənasübü o çox olan, az olanı izah eləmək üçün qurdum. Bu tip suallar çoxdur. Elə ona görə də ilk dəfədən istədim ki, qavrayasınız ki, o niyə görə biz buna əsasən seçdik, buna əsasən seçmədik tənasübü. Nəysə, indi neçə qram su alınır? Tapdıq 9 qram C variantını vururuq. Bəs ikinci üsul dediyim o formul üsulu nə cür üsuldur? Yəni o daha asandır. Siz üçün reaksiyanı heç əzbərləməyə ehtiyac yoxdur, reaksiyaları bilməyə. Suyun formulası nədir? H2O. H2O-nun içərisində nə qədər oksigen var? 16 qram. H2O cəmi nə qədərdir? 18. 16 qram oksigenlə 18 qram su alınırsa, və 8 qramla nə qədər alınır? X. X də bərabərdir. 8 vururam 18-ə bölülən 16 elədir 9 qram. Reaksiyanı yazmamış formulun içindən artıq onu tapdım. Yəni C bəndinə uyğun gəlir. Keçək 12-ci suala. Hər iki usulu da hər bir sualda qeyd edəcəm. Yenə deyir ki, 16 qram kükürt tam yandığında neçə qram SO2 alınır? Yanma, yəni oksigenlə birləşmə reaksiyalardır. S üzərinə gəlsin O2, əmələ gəlir SO2. Reaksiyanı yazdıq. Deyir ki, 16 qram kükürt verib. Daha doğrusu altda yazaq. 16 qram kükürt yananda nə qədər SO2 alınır? Biz normalda baxıb görürük ki, kükürdün kütləsi 32-dir. Normalda və burada ayrı 32-dir. 32-dən nə qədər əmələ gəlir? 32, 16, 2-nin də 32, cəmləyəndə 64. 32 qramdan 64 qram əmələ gəlsə, bəs 16-da nə qədər əmələ gəlir? X. X bərabərdir. 16-nı vururam 64-də, bölürəm 32-yə, cavab elə çıxacaq 32 qram. Yəni C variantına uyğun gələcək. Formul üsulu ilə də belə eləyə bilərdik. Baxıb görürəm ki, SO2-də nə qədər kükürt var? 32. Cəmi nə qədərdir bu? 32 üstə 16, 2, 32, 64. Yaxşı, bəs 32-də 64-dürsə 16-da nə qədər olar? X, X də bərabərdir. 16 vur 64 böl 32 elədi. Yenə cavab 32, eyni cavabı çıxdı. Yəni reaksiyanı yazılmamış formulun üstündən mən tapdım ki, bu qədər də bu qədərdirsə, deməli, X-da da 16 qədər ona uyğun tənasüb qrup tapıram reaksiyanı yazmadan. Normalda bu üsuldan istifadə eləsəz yaxşıdır. Qanuni yoldan əlavə bu bütün belə deyək də hər bir şeydə standart bunu tətbiq eləmək olar. Amma bu üsula öyrəşən bunu sadəcə müvəqqəti tətbiq eləyə bilərsiniz. Reaksiyalar bilmədiyiniz halda bu üsuldan istifadə eləyə bilərsiniz. Nəysə, keçək indi 13-cü suala. Reaksiya verib, bu tənliyə əsasən 36 qram su almaq üçün neçə qram hidrogen qazı lazımdır? Tənliyi yazar 2H2, onsuz da əmsalı özü əmsallaşdırdığına görə əmsallaşdırmaya ehtiyac yoxdur. Baxıb görürəm ki, burada 2 qram hidrogendir, amma burada 2 əmsalı var. Əmsala vurmalıyam. Deməli, 4 qram su nə qədərdir? 18. Burada yenə 18-i 2-yə vurmalıyam, əmsarı var. Deməli, 18, 2-ni 36 qram, yəni bunu silək, 36 qram. 4 qram hidrogendən 36 qram su alınırsa, indi bizə deyir ki, 36 qram su almaq üçün neçə qram? Artıq bəllidir ki, 4. Amma çətin hesablama olsaydı, x qoyardı. 4-dən 36 alınırsa, bəs məsələn, x-dən nə qədər alınır? İndi yenə 36 olcu, 4 36-ya vurur, 36-ya bölmək elə 4 cavabı çıxacaq. Yəni A variantı. Yəni 4 qramdan 36 qram su alınır. Reaksiyanın üstündə tənlikdə əmsala da vurmaq şərti ilə nəzərə alır. Bəzən uşaq çaşır, 2-dən 18 eləyir. Deməli, əslinə qalsa düz çıxır yenə də cavab, amma o düz yol deyil də, çünki bəzən əmsal və başqa reaksiyalarda fərqli ola bilər.
A variantı. Sonra keçirik 14-cü suala. Vərəqi dəyişək. 14-cü sualda deyilir. 16 qram filizin tam yanmasından 12,8 qram SO2 alınır. Filizdə kükürün kütlə payını tapın. Deməli 16 qram filiz imiş. O filizin tərkibində nə qədərsə kükürt var imiş. Məsələn, kükürt var imiş, onun mən miqdarını bilmirəm. Məsələn, qoyuram ora X. Sonra o kükürdü də yandırıblar. Yəni o kükürdü də yandırma nə idi? Oksigenlə birləşmə reaksiyası idi. Əmələ gəlib SO2. İndi mən buradan əvvəl bunu hesablayıb kükürdü tapmalıyam, sonra kükürddən bunu da. Yəni belə dedi, 2 dəfə mərhələ keçməliyəm. Əvvəlcə baxıb görürük ki, kükürdün yanması reaksiyasının tərtibli S2O2, SO2. Əmsallarda yoxdur, hamısı 1-ə bərabərdir. Deyir ki, 12,8 qram, 12,8 qram nə alınıb? SO2 alınıb. Bəs indi görək kükürdün miqdarı nə qədərdir? X. Bunu bura qoyaq. Yaxşı, normalda kükürt neçə qramdır? Burada ayırır verib. 32 qram kükürddə. Deməli, 32, 16 2-nin də 32. Çünki bu 32, 16 2, 32 cəmləyəndə 64 qram. Deməli, 32 qram kükürddən 64 qram SO2 alınır. Bəs yaxşı, 12,8 almaq üçün nə qədər götürülməlidir? X. X də bərabərdir. 32 vurulsun 12,8 bölünsün 64 bərabərdir. Bunlar ixtisar getdi. 6,4 qram. Yəni X 6,4 qrama bərabərdir. Belə çıxır ki, yəni 6,4 qram deməli S reaksiyaya girəndə 12,8 qram SO2 alınırmış. Yəni biz artıq filizin miqdarını buradan tapdıq. 6,4 qramdır. Yaxşı, indi filizdə kükürdün kütlə payını tapmalıyıq. Cəmi belə deyək də, belə yazaq, omega S. Cəmi bir yerdə nə qədər filiz varmış? 16 qram. Onun tərkibindəki kükürt nə qədər imiş? 6,4 qram. Bizə faiz ilə tapmaq tələb olduğu üçün bir də 100%-ə vuracam. İxtisarları apararam, elə bu nə deməkdir? 10,4 deməkdir də 40%. 40%, yəni doğru cavab olacaq E variantı. Keçək 15-ci suala. 15-ci sualda deyilir. Deməli, kalsium klorid kristal hidratının 43,8 qramlı çözərtlikdə onun kütləsi 21,6 azalır. Kristal hidratın formulunu müəyyən edin. Kristal hidrat odur ki, yəni duz vurulsun su. Yəni onun tərkibində 2 mol su ola bilər, 6 ola bilər, 5 ola bilər, 3 ola bilər və s. Biz o çözərtlikdə də nə deməkdir? Yəni o çözərdəndə o su buxarlanır. Onun əsasında formulu tapacağıq. Deməli, kalsium klorid imiş. Kalsium klorid. Onun tərkibində hələ bilmirəm nə qədər su var. Yazıram. Belə qoyaq, qoy digər sualla qarışmasın. Deməli, XH2O qədər su var. Mən bilmirəm o X nə qədərdir. Sonra isə görürəm ki, bu cəmi bir yerdə nə qədər imiş? 43,8 qram imiş. Və onun 21,6 qramı nə imiş? Azalan sudur da. Çünki közərdirsən, yəni bunu qızdırırsan və su oradan buxarlanır, tək qalır yerdə bu. 21,6 qram azalmağı, yəni su buxarlanıb ona görə azalıb. Yəni 21,6 qram su hissəsidir. Bəs yaxşı kalsium klorid hissəsi nə qədər olacaq? 43,8-dən 21,6-nı çıxaram. Deməli 2, burada da 22,2 eləyəcək. Yəni 22,2 qram kalsium klorid imiş. 22,2 qram kalsium klorid 21,6 qram H2O ilə birləşir. Normalda kalsium klorid neçədir? 111 qram. Yazıram bura 111. Yaxşı, bəs normalda nə qədər su olacaq? Suyun kütləsi 18-dir, amma X qədər 18. İndi o ikisi məndən soruşur. Yəni formulu tapmaq üçün mən X-i bilməliyəm ki, biləm ki, bu formullardan hansıdır. Yaxşı, onda yazıram 18 vurulsun X qədər. Deməli, 22,2 də 21,6 qram su ilə birləşir. Bəs 111 nə qədər su ilə birləşir? 18x qədər su ilə. İndi 18x bərabərdir. Tənasibi hesablayaq buradan. Deməli, 111-i vururuq. 111 vurulsun. Deməli, 21,6. Çalışıram ki, vərəq düşsün. Ona görə tez-tez kameraya baxıram. Biraz vaxt fərqi yaranır. 111 vurulsun 21,6 bölünsün 22,2. Bunlar ixtisar gedəndə 5. 5-i də 21,6-ya vuranda elədi 108. 108 elədi. Deməli, nə qədər su var imiş? 108, 18x bərabərdir 108-ə, x də bərabərdir. 108-i 18-ə bölərəm 6-ya. Yəni, bu x 6 imiş.
O halda formula uyğun gəlir B bəndinə, yəni 6H2O. Kalsium klorid vurulsun 6H2O. Bənzər sual hal-hazırda burada deyəsən yoxdur, amma siz bu sualı başa düşməsiz, təkrar baxarsınız. Deməli, keçək indi 16-cı suala. 8 qram kalsiumun artıqlaması ilə götürülmüş küçülər reaksiyasında neçə qram kalsium sulfid alınır? Yenə bənzər şəkildə reaksiyadan da istifadə edə bilərik və yaxud da ki, deməli, formül üsulundan da istifadə edə bilərik. Biraz üstə qoyaq bunu. Başladıq. 8 qram kalsiumla, deməli, birinci reaksiyanı yazaq. Kalsiumla, deməli, kükürt reaksiya edəndə kalsium sulfid alınır. Və görürük ki, kalsium kütləsi 40 qramdır. Deməli, kalsium sulfid isə 40-32, 72 qramdır. 40 qramla 72 qram alınır. Bəs indi deyir ki, 8 qramla nə qədər alınır? X qədər alınır. X də bərabərdir. Deməli, 72-ni vururam 8-ə, bölürəm 40-a. 40 ilə 8, 5-də 1. Deməli, 72-ni də 5-də 1 edir 14,4 qram. Yəni, 14,4 qram kalsium sulfid alınır. Bu da E variantına uyğun gələcək. Keçirik 17-ci suala. 17-ci sualda deyilir. Qapalı qabda eyni kütləli alüminium oksigen reaksiyasına 204 qram oksid alınmışsa, qabda hansı maddə və neçə qram artıq qalmışdır? Əvvəlcə reaksiyanı tərtib edək. Alüminium, burada indi formül üsulu mən demədim, onda siz istəsəz o belə deyə də eləyə bilərsiniz. Kalsium sulfid məsələn 72-dirsə, indi yadıma düşdü. Onun mən əvvəlki suallarda formül üsulunu izah eləmişəm, o cürdə həll edə bilərsiniz. Nəysə, indi burada 17-ci sualda reaksiyanı tərtib eləyək. Alüminium üstü oksigen bərabər olacaq alüminium 2O3. Deməli, reaksiyanı yazdıq, sonra əmsallaşdıraq. Bura atıram 3, bura 2, 2, oldu 2, yox 4. Deməli, 4 alüminium, 4 alüminium, 6 oksigen, 6 oksigeni. Əmsallaşdırmanı da apardım. Çünki burada deyirdi alüminium oksigen reaksiya girir. Alüminium oksigen reaksiyasından yazdım. Valentliyin 3 olduğunu bildiyim üçün indi mən test keçsəm, alüminiumun valentliyi 3. Siz kimi yəni ilk anlaşılanda valentliyi bilirsiniz. Keçirdirəm bura, 2-ni də keçirəm bura, formulu belə tərtib edirəm reaksiyada. Sonra isə deməli bizə deyir ki, İkisi də eyni qram olub, alüminiumda, oksigendə. Ona görə ikisinə də M yazıram. İkisi də çünki eyni qramdır da. Yəni, məsələn, bu 100-dürsə, bu da 100-dür. Bu 200-dürsə, bu da 200-dür. Şərt işarələri qoydum. Nə alınıb? 204 qram oksid alınıb. İndi mən baxım görüm normalda nə qədərlə nə qədər reaksiya girir. Normalda alüminium verilib. 4,27-nin alüminium, deməli 4-ü 27-yə vuranda eləyəcək 54, 108 qram. 108 qram alüminiumla oksigen 3, 16 2-nin 32 vururam 3-ə 96 qram reaksiya girir. Əmələ gəlir, deməli 27 2-nin 54 üstünə gəlir, ona buraya yazaq. 16 üçün 48, əmələ gələcək, deməli burada da 2, 1, 102 qram. Amma əmsal da verdiyi üçün 102-ni də 2-yə vururam, 204 qram. Yəni normalda 108 qram alüminiumla, burada nisbi atom kütlələri əmsalına vurmaqla bunları tapdıq. 108 qram alüminiumla 96 qram oksigen reaksiya girir, 204 qram alüminium oksid əmələ gətirir. Bu normalda belədir. Yaxşı, bəs indi bizə deyir ki, ikisi də M qramdır, reaksiya girir, 204 qram əmələ gətirir. Təbii ki, bunlardan eyni qədər getmir də, birindən çox gedir, birindən az. İndi deyir ki, hansından artıq qalıb? Yaxşı, görürəm ki, elə burada da 204 verib də hazır heç tənası qurmağa uzun-uzadı hesablamaya ehtiyac yoxdur. 204 qram almaq üçün 108 qram alüminium lazımdır. 96 qram oksigen. Bunlardan biri qurtarmalıdır ki, reaksiya dayansın. Deməli, onda ikisi də 108 qram imiş. İkisi də 108 qram imiş. Alüminium 108 qramın hamısı sərf olunub, qalıb 0 qram. Amma oksigendən 96 qramın sərf olunub, 108-dən 96-nın çıxanda qalıb yerdə 12 qram. Yəni, artıq qalan maddə hansıdır? Oksigen. Nə qədər artıq qalıb? 12. A variantına uyğun gəlir. Onsuz da bəlli idi ki, çox gedən hamısı bitəcək. Amma az-az gedən ondan artıq qalacaq. Nə qədər artıq qaldığını da bilmək üçün biz baxıb görürük ki, məsələn, artıq 108 olduğunu bildim də. Deməli, 108 qram, deməli, 96 qram getdiyi üçün 108-dən 96-nı çıxdım, 12 olduğunu tapdım. Yəni, o artıq qalanın miqdarını tapmaqdır burada əsas. Yoxsa birbaşa deyə baxanda bilinir ki, tək artıq qalanı sorsaydı oksigen bəndi. Amma nə qədər artıq qalır? 108-dən 12-ni çıxdım, 96 cavabını tapdım. Yəni, A variantına uyğun gələcək.
18-ci suala baxaq. 18-ci sualda deyir ki, deməli, qapalı, bir dəqiqə vərəq qoy görsənsin tam. Deməli, qapalı qabda, bu qapalı qabı niyə görə deyir? Yəni, reaksiya qutarandan sonra havada da oksigen var axı. Açıq qab olsa havanın oksigeni də gələcək reaksiyanın üstünə. Ona görə qapalı qab deyir. Yəni, artıq havanın ona təsiri yoxdur kənardan. Qapalı qabda eyni kütləli kalsium və oksigenin reaksiyasına 112 qram kalsium oksid əmələ gəlmişsə, qabda hansı maddə və neçə qram artıq qalmışdı? 17-ci suala bənzəyir. Bunu da təkrar izah o sualı başa düşməyən, bu da biraz daha asan reaksiyadır, belə desək. Kalsiumla oksigen reaksiya girib, kalsium oksid əmələ gətirib. İndi burada əmsallaşdırma aparmaq üçün mən görürəm ki, burada 2 ədədi var. Deməli, mən 2 indeksi var daha doğrusu. Burada əmsal atmalıyam. 2 kalsium, 2 kalsiuma, 2 oksigen, 2 oksigenə. Əmsallaşmanı da apardım. Baxıb görürəm ki, normalda kalsium 40 qramdır. 2 40-ın 80 qram kalsiumla. Sonra oksigen 16'dır. 16 için 32 qram oksigen reaksiya girir. 40 üstü 16, 56. Bunu da 2'yə vururam. Deməli, nə qədər əmələ gəlir? 112 qram. Deməli, 80 qram kalsiumla 32 qram oksigen reaksiya girir. 112 qram kalsium oksid əmələ gətirir. Normalda belədir. İndi bizə deyir ki, eyni kütləlidir. Yəni, bunun da kütləsi M-dir. Bunun da kütləsi M-dir. Və yaxud da X da qoya bilərəm, A da qoya bilərəm. Fərqi yoxdur. Bu sadəcə məchuldur. İkisi də eyni kütləlidir. Yəni, bir-birinə M-ə bərabərdir də, bir-birinə bərabər miqdarda götürmüşük. Və 112 qram kalsium əmələ gəlib. Təbii ki, bunlardan birindən çox istifadə olunacaq. M nədir? Vahid bir ədəddir də. Hamısı qutaracaq, biri isə artıq qalacaq. İndi bizə soruşur ki, artıq qalan hansı maddədir və nə qədər artıq qalıb? Belə baxanda da görünür ki, məsələn, bu 80 qramdır, bu 32 qram. İkisi də eyni götürsün, məsələn, ikisini də 80-80 götürsün, bu tam sərf olunacaq, bu artıq qalacaq. Yəni, bizə birbaşa bəllidir ki, artıq qalan oksigendir. Amma nə qədər artıq qalıb bunu tapmaq üçün elə hazır 112 ədədi var ki, biz bilirik ki, 112 burada yazıb da, məsələn, 80 qram 32 112 əmələ gətirir. Bəs 112 əmələ gəlməsi üçün nə qədər lazımdır? X, onsuz da biz o X-i hazır buradan gətirib köçürdək də, yəni tənasüb qurmaya ehtiyac yoxdur. Yəni 112 qram kalsium oksid almaq üçün 80 qram kalsium lazımdır, 32 qram da oksigen lazımdır. İkisi də M-dirsə, biri qutarmalıdırsa, deməli M nəyə bərabər imiş? 80-a bərabər imiş. İkisi də bir-birinə və ikisi də 80 qram götürüb. 80-dan 80 çıxanda 0, yəni kalsium tam bitib. 80-dan 33 çıxanda 48, yəni oksigen artıq qalıb. Nə qədər artıq qalıb? 32 qram artıq qalıb. O halda mən yazaram burada A variantı, yəni oksigen artıq qalıb, 48 qram artıq qalıb. Bunu hesab edirəm ki, 18-17-dən daha sadə izah elədim. İkisi də eyni yolları gedir onsuz da. Siz bu sualları belə deyək, hansını başa düşməsəz, təkrar yenidən videonu əvvələ qaytarıb, məsələn 18-i başa düşməzsə, əvvələ qaytarın, yenə təkrar baxın. Çünki bundan daha sadə izah mən düşünürəm ki, ola bilməz. 19-cu sual. 15 qram sink, 6,4 qram kükürt qarışımını qızdırırlar. Bu reaksiya üçün hansı ifadə doğrudur? Əvvəlcə reaksiyanın özünü tərtib edək. Sinklə kükürt reaksiya girəndə sink sulfid əmələ gəlir. Normalda sinkin kütləsi 65 qramdır. Kükürdün kütləsi 32 qramdır. Əmələ gələn sink sulfidin də kütləsi 97 qramdır. Yəni 65 qram sinklə 32 qram kükürd reaksiya girir, 97 qram sink sulfid əmələ gəlir. Bu bizə normal verilən miqdardır. İndi bizə dediysə 15 qramdan 6,4 reaksiya girib. Nə qədər əmələ gələr? Birinci ona baxaq. Yəni X. Biz bilirik ki, məsələn, normalda indi burada az götürülən hansıdır? Yəni hamısı sərf olunacaq, ona baxaq. Görürəm ki, bunun 5də 1-i qədərdir, amma bunun 13 qram. Deməli, hamısı gedən budur. Yəni bicliyin necə bilirsiniz? 5də 1-i qədərdir də bunun. 32-nin 5də 1-i 6,4. Yaxşı, 65-in 5də 1-i 13. Deməli 13 gedib, bundan 2 qram artıq qalıb. Belə birbaşa da tapdım. Amma yenə də hesablamanın qaydasını göstərək burada. Yəni proses necə gedir? Yəni artıq burada mən bilirdim ki, B-dir və ya D-dir. Burada da 97-nin də 5də 1-ini tapardım. Yəni sürətli hesablamaq indi gələcəkdə yavaş-yavaş test işlədikcə kimyanın mahiyyətini başa düşdükdə sürətli işləyəcəksiniz. Bunun 5də 1-i 6,4-dür. Bunun da 5də 1-i 13. Deməli 2 qram bundan artıq qalıb. Bu hamısı sərf olunub və bunun da 5də 1-i 97-nin də 5də 1-i eləyəcək. Deməli 19,4. Elə birbaşa buradan B variantını deməli tapacağam. Yəni burada kükürdür. Deməli bayaq çaşdığımda 2 qram sink artıq qalıb, kükürd yox. B variantının olduğunu tapacağım. Amma hesablamaq üçün nə edirsiniz? Deməli,
32-dən 97 alınıbsa, 64-dən nə qədər alınır? 6,4-dən nə qədər alınır? X. X də bərabərdir. 97 vurulsun 6,4 bölünsün 32. İxtisar gedir. Bu elədi 5də 1-i. Deməli 97-nin də 5də 1-i elədi. Deməli 19,4 qram. Yəni bura yazıram 19,4 qram. Yaxşı, 6,4-ün hamısı sərf olundu, düzdür? Yəni buradan artıq qalan olmadı, bu getdi. Bəs yaxşı, 19 normalda məsələn 65-dən 97 alınırsa, bəs 19,4 almaq üçün nə qədər sink lazımdır? X. X də bərabərdir 19,4 vurulsun 65-ə. Bölünsün, deməli X bərabərdir. Yəni biz bunu nə qədər bunu 65 vurur 19 X burdadır. 65-i 19,4-ə vurduq, böldük 97-yə. Görürəm ki 97 ilə bunun arasında yenə 5də 1 fərq var. 65-in də 5də 1 13 qram. Yəni buradan 13 qram sink gedib, 15-dən də 13 çıxanda 2 qram da sink artıq qalıb. Artıq hər bir verilən mənə bəllidir. 2 qram sink artıq qalıb, 19,4 qram sink sulfid əmələ gəlib. Burada da B variantına uyğun gələcək. Yəni biz nəyin əsasında tapdıq? 32-dən 97-dirsə 6,4-dən nə qədərdir? X. X-i də tapdıq 19,4. Sonra 65-dən 97-dirsə 15-dən nə qədər deməli X-dan nə qədər 19,4 üçün nə qədər əmələ lazımdır? X. X-i də tapdım 13 qram lazımdır. Deməli 15 verir. Bax 13-dən 15-dən 13-ün çıxırıq. İkisi artıq qalmış olacaq. Doğru cavab B variantına uyğun gəldi. Bu qədər uşaqlar. Bu səhifəni bitirdik. Növbəti dərsdə 19-cu səhifəni işləyəcəyik. Növbəti dərslərdə görüşənədək. Sağ olun.